Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Afət Fərman qızı sosyal medya hesabında yenidən Vəfa Şərifova haqqında şok açıklamalar verib. Afət Fərman qızı qeyd edib ki, Vəfa Şərifovanın yeni sevgilisi Palma satır. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmalı, kanalımıza dəstək etməli. Yok kasıp değil. Yeni yeznemiz bu da imkanlıdır. Palma satır, palma. Palmadan kalmadı. Huy. Şeydi, ay Ezne, bana bir Bakıda bir deniz kenarında evim var. Orada bir 10 dənə palma gönder. Sülhə qol çəkək. Baxın da mən gizli söz demirəm. Buradan üzünüzə deyirəm. Allah xoşbəxt eləsin. Allah evlisinizsə xoşbəxt eləməsin bu münasibəti. Ailənizdən xoşbəxt eləsin. Çünki indi mənə yazdılar ki, arvadı Rusdur. Ne olsun? Ay canım, Rus olmaq o demək deyil ki, bu subaydı. Bir şey yoxdur. Müəllim də dostumdur. Əlbəttə, mən bu məsələdə Namik inciməz. Tacir müəllim əvəzsiz sənətkardır. Bayaq baxdım Tacir müəllim danışanda. Mən orada olsaydım, mən çıxıb o barədə cəsarət məndə var, danışardım. Çünki Namik axı müğənni deyil. Namikin o cür danışmağına Tacir müəllim əsəbləşməsin. Çünki Tacir müəllim haqqında sənətkarlar qiymət verib və elə Tacirin indən sonra da indiyə qədər də nə oxuyur oxusun bir dənə Bayat Şiraz muğamı orada etdiyi improvizasiyalar tarixdir, tarix. Tacir müəllim xalqın artistidir. İnşallah ki, mən hər dəfə deyirəm, İnşallah ki, dövlətimiz Tacir müəllimə də haçansa layiq olduğu adı verər inşallah. Amma Tacir müəllim burada Moskvada belə deyim ki, özünüz gördünüz də mənim səhifəmdə də var. Bir toy sezonu biz bir yerdə toylar idarə etdik.